Sumqayıt şəhərində sərnişin avtobusu minik avtomobili ilə toqquşub. 4 nəfər xəsarət alıb. Sfera az məlumat verir ki, hadisə Bakı küçəsində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Murtuzov Cavid Abbasəloğlunun idarə etdiyi sərnişin avtobusu 1999-cu il təvəllüdlü Mirişov Mirhadi Mirismailoğlunun idarə etdiyi Toyota markalı minik avtomobili ilə toqquşmadan yayına bilməyib. Qəza nəticəsində avtobusun sərnişinləri Sumqayıt şəhər sakinləri 2007-ci il təvəllüdlü Şahbuzova Şəbnəm Akif qızı, 1967-ci il təvəllüdlü Şahbalıyeva İlahə Mürvət qızı, 1994-cü il təvəllüdlü Şəmiyeva Lamiyə Gülasət qızı və 2007-ci il təvəllüdlü Məmmədova Nuray Sərxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.